Mənim müraciətim Həmid Allahverdiyev Ümrətoğludur. Məşhur tiktoker, öz dilində desək. TikTokda Həmid Yeraz kimi tanınan Həmid Yerazdan danışacağım. Mən onun həyatında olan xanım olmuşam bir neçə il. O mənim həyatıma daxil olandan sonra TikTokda verilişlər gedirdi. O verilişlərə getdi, qatıldı. Mənə də məlumat verdi ki, sən bura dəstək ol. Mən səni oradan maşın götürüb sənə verəcəm. Mən də 10 gün dəstək oldum. 80.000 manatlıq hədiyyə atdırdı mənə. 80.000 manatlı hədiyyə atandan sonra mən buna dedim ki, pulum yoxdur mənim. Bəs maşını da udmadı. Dedim, mən həll eləyib verəcəm. Elə mən də hey onu gözlədim ki, nə vaxt həll eləyib, nə vaxt verəcək, necə eləyəcək. Səbirsizlə gözlədim və səbr edə ki, bugün verər, sabah verər, heç bir xəbər çıxmadı. Bir müddət keçəndən sonra mən bildiyim ki, o kazino oynayır. Kazino oynadığı yerdə şəkilləri də var mənim, kompüterə giriş çıxışları var mənim. Hətta istəyirdi ki, mənim telefonumla da o nəsə eləsin, çünki mən heç vaxt elə şeylərə getmərəm. Mən buna dedim ki, bu yaxşı yol deyil, sən bu yola getmə. Bu məni eşitmədi, mənim bütün kartlarım, pullarım, işlədiyim, tikintdə olan işlədiyim pullar və əlavə işlədiyim pullar hamısı Həmidin kartına gedirdi. Orada girirdi, hələ mənə acığı tuturdu ki, mənə niyə pulu atmırsan? Pul niyə mənə atmırsan? Kartda 4 dənə kartım boşdu. Mən də qorxurdum. Neydən qorxurdum? Çünki o qızların lüt soyundurub nə qədər videoları var onun telefonunda. Onun bir neçəsi də məndədir. Mənə özü atıbdır ki, bunlar bu işlərlə məşğuldurlar. Mən çəkib götürürəm. Instagramda, TikTokda, WhatsAppda nə qədər qızların videolarını çəkib. Yəqin ki, mən də onu hiss elədim ki, o şantaj edir. Mən sakitliklə uzaqlaşmaq istədim. Hətta özünə də bir dəfə müraciət elədim ki, get biz bitirək. Dedi ki, niyə bitiririk? Heç vaxtı bitirməyəcəyik biz. Çünki o mənim həyatıma girəndə demişdi ki, biz ailə kimi yaşayırıq. Çünki mən ona güvənmişdim. Mən heç vaxt evlənməyəcəm. Mən nə bilim ki, bu mənim həyatımda gəlib hər kəsin ailəsi olur, hər kəsin yaşadığı olur. Qadın qazananda qadın kişiyə köməkli, kişi qazananda qadına köməkli. Yəni hamı bir-bir əl verib həmin ailəni dolandırırlar. Amma bu mənə heç bir dəstək olmadı. Yenə dedim ki, kişidir, bir nəfər qazanar, birində olar. Heç vaxtı onu etmədim. Sonradan bildim ki, bu kazinoda 15.000 manat pulu uduzub. Sonradan bunu kazino bir şirkət var idi. O mənə dedi ki, biz sənə TikTokda hədiyyələr ataq. O hədiyyələri çıxardıb bizə verərsən. Kazinoda reklam eləyərsən, oradan faizini götürərsən. Mən buna dedim ki, qanunsuz işlərə heç vaxtı getmə. O qara puldur, nə bilim nədir, bilmirəm. O şeylərə getmə, özünü qurban verərsən. Yəni, mən ancaq onu humanistlik eləyib, yaxşı yola çəkmişəm. Onun heç vaxtı başından bir hərəkət eləməyibdir. Həmişə qorumuşam, demişəm bu ziyandır, bunu etmək olmaz. Mən nə bilim ki, özüm üçün Azrail yetişdirilmişəm. Bu məni vurub gedəcək. O qadınların videosunu görəndən sonra mən laf dəyişdim ona qarşı. Bu insan şantajla bu adamı yadına saxlayır. Mən yavaş-yavaş uzaqlaşmaq istəyirdim ondan. Yəni ki, bu iyunun 14-nə kimi bu insan mənlə danışıb, yenə məndən pul tələb edib. Beyzinim yoxdur, filan şeyim yoxdur, filan şeyim yoxdur. Mən onu atmırdım. Məcburiyyət qarşısına yenə götürdüm, pul atdım. Aldadıb, gedib o tərəfdə nişan taxıb, bu tərəfdə məni aldadıb. Həmin qızlarla bir neçəsi mənə TikTokda yazıblar. Onları da necə aldadıb, evli qadınları hətta evlilik təklif edir ki, yayda toyumuzdur. Ki, bir manat bir nəsə qopartsın, o yazılar da məndədir, video çəkilişlər də məndədir, kazino oynadıqları da məndədir, kartına gələn pullar da məndədir, çekləri, hamısı məndə. Mənim faktım və sübutum var. İndi aldığı xanımda istəmirik ki, bütün qadınlar, o qadınlar da gəlib çıxış eləyəcək. Kiminsə qurban olsun, Həmidin qurban olsun. Hamı yazdıqda, hamı zülümlə evlad böyüdür. Hamı istəyir ki, evladı xoşbəxt olsun. Nəysə məqsəd yönlü ailə olmasın. Biz də çağırış elə, qadınlardan adından mən deyirəm, xahiş edirəm, qadınlar, belə iPhone'lara inanmayın. Biz qurban olmuşuq, çalışın siz qurban olmayın.
Bu kişilərə heç kim güvəni yoxdur. Buradan da müraciət edirəm, xahiş edirəm, sakitçiliklə mənim 135.000 manat pulumu gətir qaytar. Mənə ehtiyacım var. Sən də bilirsən ki, sən məni nə günə qoyub, hansı problemdə qoymusan. Mən xahiş edirəm ki, o pulları mənə səliqəli formada qaytar. İstəyirsən evlən, istəyirsən nişanlan, özün bilərsən. Mənim pulumu qaytar. Mən yazığam. Özün də bilirsən ki, mən nə gündəyəm. Çox sağ olun, təşəkkür edirəm. Buradan xüsusən səslənirəm Azərbaycan Respublikasının vitse-prezidenti 1-ci xanım Mehriban Əliyeva. Biz vətəndaş olaraq bilirik ki, Mehriban xanımın qadınlara olan dəstəyi, humanizm addımları çox böyükdür. Buna görə birinci dəstəyimi ondan istəyirəm. Xanım olaraq sizdən kömək istəyirəm ki, hansısa dəladuzların qurban olub, bugün biz bədbəxt olmuşuq. Və sonra Baş Prokuror Kamran Əliyevdən, Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarından dəstək istəyirəm. Xahiş edirəm ki, bu məsələni öz himayəvizə götürəsiz, öz nəzarətinizə götürəsiz və qanun çərçivəsində Həmid Allahverdiyev Hümmətoğlu barəsində işi nəzarətə götürüb qanun çərçivəsində araşdırma aparasınız. Təşəkkür edirəm.